əkizləri çox asan manipulyasiya eləmək olur. Çox təhlükəli bir bürcdür. Hətta Şir lider bir bürcdür. Onların rasxodunu qaldırmaq qeyri-mümkündür. Zodiakın ən təhlükəli bürclərindən biri Əqrəbdir. Qisasa meyilli bürcdür. Həm insanı manipulyasiya edə bilir, həm də onlarda çəkici bir şarım var. Qoçla düşmən. Qoçla düşmən olur. Məsələn, Mən də Qoçla dostam. İnanın mən Amma sənə biz deyirəm, yenə hə? dostuq. Hə. O nətər olur o belə Bax. treugolnik tərk edir. Tərk edir. İllərin sevgisi. İllərin sevgisi gedir. Münasibətin gözəl olmağı üçün sosial şəbəkə olmamalıdır. Sən o qıza cavab yazmısan mı? Mən məndən gedən addım atmıram. Xoş gördük. Sualdan qaçma verilişidir və mənim qonağım Orxan Oruç burdadır. Orxan, xoş gəldin. Xoş gördük. Necəsən? Sağ olun, necəsiniz? Sağ ol, Yaxşı təşəkkür olasınız. edirəm. Orxan, bürcləri möhtəşəm bir şəkildə tanıyırsan. Belə çıxır ki, qarşıya çıxan hər kəsi gözəl tanıyırsan, bürcünü Hər biləndə. kəs. Bürcünü bilən kimi artıq bilirsən ki, bu insan necə biridir. Heç bürcün bilməsən də baxan kimi bilirəm ki, hansı bürcdür, xarakterikasından. Yəni insan öz bürcünü deməsə, sən ona baxan kimi anlayacaqsan ki, bu insan necə bir insan. Anlamaq olur, %70% olur. Onun aktuallığına baxırsan, üz quruluşuna baxırsan, xarakterikasından analiz eləmək olur. Bax, elə birinci sualım bu olacaq ki, ən təhlükəli, ən qorxulu, əsla münasibətə girmək olmaz dediyin o bürc kimdir? Vallahi səmimi olum. Bəli. Hər kəs bürcü deyir. Baxın, mənim də sevmədiyim bürclər var. Aha. Məsəl üçün, mən qoçla əsla münasibətə girmərəm. Səbəb. Məsələn, indi hamısına şahmilləmirəm, qınaq edəcəklər. Qoç bürcündə belə bir xarakterika var. Özünü çox gözəl sevdirən bürcdür. Amma mənasız şəkildə gedir insan həyatından. Mənasız çıxır gedir, Mənasız tərk çıxır eləyir. gedir, tərk edir. Sual verirsən, niyə özü də bilmir. Yəni soyuya bilir. Soyuya bilir riski, sənin həyatından gedə bilər. Özü də çox qisasa meyilli bürcdür. Qisasa meyilli. Çox meyillidir. Mən elə bilirdim əqrəblər elədi, yox? Yox, tam əksidir əqrəblər. Əqrəb qisasçı bir bürc deyil. Əqrəb qisasçı bir bürc deyil. Tam əksidir. Amma qoç bürcündə olan bir insandan istər sevgi yaşa, istər dostluq yaşa, qoç necə sizə deyim, məsəl üçün mən sizə yaxşıyam, amma bir müddətdən sonra mən sizə qarşı aqressiv olmağa başlayıram. Sual işarəsi yaranır da niyə? Aha. Bu səbəbini onlar da analiz edə bilmir. Yəni onların xarakterikaları çox başqadır, hədsiz dərəcədə başqadır qoçlar. Misal üçün qoçlardan nə deyərdin? Qoçların müsbətləri ilə mənfiləri. Məsələn, müsbətlərini deyim birinci, bir gün belə səni sevsə, çox gözəl sevgi verir. Aha. Məsələn, sənin göz yaşından tez sənin yanında olar. Aha. Doğrudan. Amma qoçda bir xarakterika var ki, inamsızdır. Məsəl üçün, kimsə mən barədə tutalım, qoça geçsin, nə isə desin, ona inanacaq. Durub onu məndən soruşmayacaq. Bu onun mənfisidir. Aha. Analiz edə bilmir. Düşüncələri götürür, qəbul edir, amma analiz eləmə bir funksiyası yoxdur qoçun. Aha. Qoçlar haqqındaydı bu. Amma sevməsi gözəldir Sevmək deyir. çox gözəldir. Amma istənilən anda tərk edə bilər. İstənilən anda getdi. Yəni bel bağlamaq olmaz Bel qoçlara. bağlamaq olmaz qoçlara. Ona görə mən indi neçə ildə artıq sosial şəbəkədə də bilirlər ki, qoç bürcündən biraz mübarizə aparıram. Bax, sənin özün elə olubmu ki, həyatında münasibətin qoç bürcü ilə? Qoç bürcündən olan biri ilə münasibətin olub? Olub. Bu fikirlərin ola bilərmi ki, şəxsi bir fikir idi? Yoxsa həqiqətən də bir çox qoçlar bunu? Belə bir söz deyim də. Mən qoç bürcünə yaman deməyim, münasibətim olub, böyük bir sevgi olub aramızda. Çox gözəldir, sevmişik bir-birimizi. Şükür olsun, yəni münasibətdə xəyanət də olmayıb, yalan da olmayıb, amma mənasız bir kiminsə məsələn sözündən gedib. Tərk edib. Tərk edib. İllərin sevgisi. İllərin sevgisi gedib. Amma sonra qayıtmaq istəyəndə mən yaxın durmamışam. Yaxşı. Bu qoçlardır. Bəs əkizlər, özündən nə deyərdin? Özün əkizlərsən. Əkizlər əslində çox təhlükəli bir bürcdür. Hətta. Çox. Aha. Biz ümumiyyətcə, məsələn, tutalım siz memarsınız, mən gəlirəm, siz mənə biraz öz işinizdən danışırsınız, mən adaptasiya oluram ona. Yəni, universal bir bürcdə əkizlər. Dəyər verməyə var, hər bir ortamda. Mən həmişə deyirəm ki, əkizlər astrologiyanın beynidir. Aha. Yəni, şən bir aurasıdır. Amma əkizlər bürcündə olan insanlar istər dostluğu, istər anası belə olsun, atası belə olsun, sevgilisi belə olsun, nə qədər kimi çox sevirsə, o insandan həmişə şübhə duyur. Şübhə duyur. Ehtiyatını gözləyir. Belə çıxır ki, sevdiyi adamlardan həmişə şübhələnir. Həmişə şübhə duyur. Bu onun xarakterikasıdır. Əkizlər, belə bir söz deyim sizə,
bilirsiniz də bizim həm doğumlu yüksələnimiz var. Həm də xarakterika yüksələnimiz var. Məsələn, əkizlər əqrəbə yaxındır. Xarakterika baxımından. Bəli, mən həmişə deyirəm ki, əkizlərin xarakterika yüksələni əqrəbdir. Necə? Biz əkizlər bürcü belə bir xüsusiyyətimiz var. Tələskən bir insanlar və şeydir. Çox tələskən bir insanlarıq və biz nəyisə istəyəndə o lap 1 saatdan sonra həll olsa belə yenə bizim o nəyisə əldə edəcəyik, ona zövqümüz ölür. Amma belə bir məqamda var ki, əkizlər mən indi öz bürcümdən durum yalandan tərifliyim, yox. Əkizlərin yenə deyirəm, dəyər verməyə gözü ola bilər. Dostcanlı insan, dostluqda idealdır. Çox ideal bir bürcdür. Amma sevgi barəsində olsun, takıntılı insandır. Nə mənada takıntılı? Məsələn, əkizlər bürcü may ayında olan əkizlərdən gedir söhbət. Əkizlər bürcündə olan insanlar tutalım birindən dostluq edir. Dostu ona sadiqdir. Amma insanlara görə takıntılıq var da, nəyəsə bir şübhə axtarır ondan, nəyəsə balaca bir şey. Əslində durur o qıraqdan gülür, amma ona gülmür. O analiz edir ki, o mənə gülür. Amma mənə həmişə elə gəlir ki, əkizlər dostu ilə düşmənini ayıra bilmir. Əkizlər onu düzdürsünüz. Dostuna düşmən biraz çox saf deyillərmi? Əslində saf deyirlər, amma belə bir xarakterikaları var ki, çox istəyəndə o insanın mənfisini görmür. Aha. Çox istəyəndə o insanın mənfisini görmür və qəbullanır onu. Çünki mənə elə gəlir ki, əkizləri çox asan manipulyasiya eləmək olur. Özündən daha güclü bürclər. Ən güclülərdə misal üçün mən düşünürəm ki, sırf əkizləri manipulyasiya eləməkdə ən güclüləri misal üçün qız bürcüdür. Qız bürcü çox ideal əkizləri idarə edə bilir. Qız bürcü 7 sinif bürcü əkizlər onları görən ağ bayrağı qaldırır. Çünki biz əkizlər özümüz insanları manipulyasiya edə bilirik, amma qız bürcünün o qədər güclü bir enerjisi var ki, yəni qız bürcünü o keçmir. Manipulasiya gücü çox dəhşətli dərəcədə güclüdür. İnanılmaz güclüdür qız bürclərinin manipulyasiyası. Və bu manipulyasiyanı mən özüm astrologiya oxumuşam biraz, amma sən məndən mütəxəssissən, öncədən deyirəm. Mənim yəni araşdırmama əsasən qız bürclərinin əkizlər bürcünün üzərindəki manipulyasiya çox möhtəşəm və idealdır. Astrologiyada favori bir bürclükdə onlar, cütlük sayılırlar. Ümumiyyətlə qız bürcünün əkizlər bürcü, məsəl üçün sevgi həyatını yaşayırsa, onlar astrologiyada favorit sayılırlar. Amma onu da sizə deyərəm ki, qız bürcü hədsiz dərəcədə insan özünə bağladan bir bürcdür. Onlar ümumiyyətlə bəyli qadınlı, çox şarmları, mükəmməl olan bir ünsürlüyü var. Məsələn, qız bürcündə olan insanlar avtomatik 4 dəqiqə söhbət elədikdən sonra istəsən də istəməsən də ona valideyn olursan. O qədər güclü çəkiciliyi var ki, onlar sizin sözünüzə qüvvət. Yəni o insanlarla, yəni 12 bürcüdən qız bürcünü bir kənara qoyaq, 11 bürcü bir kənara qoyaq, 11 bürc, 11 ünsur bir dənə qız bürcünə mübarizə apara bilməz. Mən bəli razıyam, çünki həqiqətən idarə etməsi çox güclüdür. Çox. Yaxşı, bax gəl bir keçirim, nə deyəcəklər öz bürcünə. Yenə də ağzımı açan kimi hamı yazacaq öz bürcünün, şir bürcü, mənfilərindən başlayaq. İncə də yox da, küsən. Yox, qətiyyən, küsən deyiləm, söz verirəm, incəyəndə deyiləm. Amma düppədüz, dürüstcəsinədir. Şir lider bir bürcdür. Bunu həmişə mən deyirəm, xanımlar da, bəylər də lider insan. Amma şirdə biraz, bilirsən, hegemonluq var da. Yəni, necə, məsələn, tutalım, hansı bir məclisə qonaq getmişsiniz. Amma səmimi boynunuz alında çox istədiyiniz insan sizdən qabaq yeməyi hansısa bir yaxınınıza çəkir. Siz onu qırğın apararsınız. Düz deyir. Vallahi orada qırğın düşər ki, nə oldu? Bu günə qədər məni çox istəyirdin. Allahım necə düz dedi. Onu qırğın aparar şir bürcü. Özdə şirlərdə bir xüsusiyyət var ki, şir şübhə duyanda o gerçəyə çıxır. Məsələn, istər dostluqda belə ol, deyirəm məsələn, nəysə bu insanla mən gözüm su içmir. 3 gündən sonra onun dediyi həqiqətə dönür. Amma şirdə bir dənə bir xüsusiyyət var. Şirin həmişə deyirəm, dili zəhərdir, amma ürəyi təmizdir. Evet. İnsanlar bunu çox vaxt analiz edə bilir. Şirdə belə bir xüsusiyyət var. Şir, mən həmişə deyirəm ki, öz nifrətinlə sevgisini göstərir. Yəni, çox adam ona başa düşmür mən nə demək istəyirəm. Öz nifrətinlə şir sənə yaxşı danışırsa, səni yola verir. Ay, sağ ol. Amma səni acılayırsa, səni çox istəyir. Amma acıladığı insanda bir gün görməyəndə darıxır. Şirdə bir xüsusiyyət var. Məsələn, tutalım, nə qədər lider olsun, tutalım mən şirlə dostam, mən şirdən incimişəm. O şir özünü mübarizə aparacaq barışmaq üçün. Bu şirdə var. Düzdür. İnci beləsən məndən özüm. Ay, sağ ol. Deməli, düppə düzdürsən burada. Bu negativ tərəfləridir. Bir də həm də belə bir şey var şirlərin.
çox asan vaz keçirlər. Qoçlarla eyni od ünsürləri olduğu üçün doğrudan da vaz keçmələri, qoçun, oxatanın, şirin vaz keçmələri çox birdən anidən olur. Yaxşı, bəs şirlərdən danışdıq. Nə deyərdim sırf buğa bürcləri haqqında? Nigar, sənə belə bir söz deyim. Buğa bürcü ümumiyyətlə astrologiyadan ruzili bürc sayılır. Yəni iş baxımından çox ruzili bir bürcdür. Yəni onların iş mexanizmi elədir ki, hansı iş əlassalar onlar qazanırlar. Buğada baxın belə bir söz deyim sizə, buğanın qadınlarla bəyləri tam fərqlidir. Tam fərqlidir. Məsələn, buğa bürcünün qadınları o qədər geyimə, paltara, şana, şöhrətə meyilli olan insanlardır ki, yəni onların məsəl üçün rasxodunu qaldırmaq qeyri-mümkündür. Qeyri-mümkündür. Hətta qeyri-mümkündür. Məsəl üçün tutalım o boşqab, məsələn, 10.000 qiyməti varsa, gedib evi satıb onu alacaq o. Görünüşə önəm verirlər. Görünüşə önəm verirlər də, onlarda odur. Bəs sevgi mövzusunda, dostluq mövzusunda? Sevgi mövzusunda tam səmimi deməyə qalsa, buğa bürcünün xanımlarında sadiqlik var. Buna mən tam səmimi deyirəm. Sevir. Gözə də sahiblənməyə var və evcanlı insanlar, necə deyirlər onun xanımlar arasında, evinə düşkün insandır ailəsinə. Amma bəylərində biraz çaqqınlıq var. Buğanın bəylərində var. Məsələn üçün səni sevir, üçüncüsü hamısına şamil eləmirəm, getdi başqasını sevdi. Ondan da üçüncüsü gedir, o birisini sevir. Amma bir məqamda var ki, sonra peşman olub qayıdır. Gördünüz də buğalar, Orxan idi danışan. Mən də kənardan ona qaz verirəm ki, danışsın. Yaxşı Orxan, balıqlardan nə deyərsin? O nə reaksiya idi? O mənim favoritimdir. Balıqlar favoritim. Mən həmişə deyirəm ki, onlar olan yerdə, yəni yaxşı mənada baş vermək lazımdır. Balıq o qədər sədaqət sahibi var insandır ki, məsələn, yaxınlarda bir situasiya yaşanmışdı, mənim bir problemim var idi. Mənim 10 illik dostlarım, mənim o problemimi bilib maraqlanmadılar. Amma məni bir 10 gün tanıyan, mənimlə dostluq edən bir balıq bürcü bir dəqiqənin içində mənim o problemi həll elədi. Bir dəqiqə çəkmədi. Sual verirəm ona, niyə? Deyir, mən çox istədiyim insanları qəmgin görmək istəmirəm. Və balıqlarda bir xüsusiyyət var və mənim izləyicilərimdə balıq vardı. Canlı yayında çox vaxt dəstəkçilərimdə balıq vardı. Balıqlarda bir xüsusiyyət var, qarşılıqsız önəm verəndir. Bir misal var ya, o baxmısınız da filmdə deyir, dünyanın bütün qaranlıqları bir araya gəlsə bir şamı söndürə bilməz. Balıq elə bir insurdur ki, yəni yanır hər zaman. Alov kimi, yəni sənin yanındadır. Məsələn, mən həmişə deyirəm, sənin gölgən qədər də sənə yaxındır. Balıqda, indi mən belə bir söz deyim sizə, mən hər bir bürcün mənfisini deyirəm, balığın bir dənə mənfisi nədir? İnsan tanıya bilmir. Hətta, tanıya bilmir. Mən elə gəlir, onlar çox gözəl insan tanır. O var, elə özünü göstərir. İnsan tanıya bilmir balıq. Balıq o qədər dəyər vermə mexanizmi üstün olan bir ünsurdur ki, balıq var, dolça kimidir. Baxın, belə bir söz deyim, balıq insanı həyatına alanda, o insanın keçmişini biz maraqlanırıq da, kim olub, nə olub, necə olub, urvin söhbəti var və yaxud da xarakterkə söhbətlər. Balıq bir insanın səhvinlə, düzünlə, əngəlinlə qəbullanan bir ünsurdur. Və ona görə də həyatda hər zaman peşmançılıq çəkir. Amma ailə baxımından mən deyərdim ki, 12 bürcün içində idealın idealı olan bir bürcdür balıq. Xəyanətə meyillidirlərmi? Tam səmimi deyim sizə, yox. İstər qadın, istər bəy. Bunu nəinki mən, bunu dünyada astrolojik proqnozları verən bir çox insan da təsdiqləyir. Amma çox takıntılıdırlar. Takıntılıdır. Dəhşətli dərəcədə takıntılılar. Yəni insanlar bayaq qoç bürcündən deyirdilər, şübhəcildirlər. Mən elə gəlib balıqlar çox şübhəcildirlər. Hər şeydən şübhələnirlər. Pis xüsusiyyəti bilirsiniz nədir? Mən sizə deyim də. Tutalım bir balıq bürcünün ailəti qurmusunuz, evdə siz yemək yeyirsiniz. Məsələn, pərdənin qırağı niyə belədir? Burada niyə ləkə var? Sənin məsələn barmağındakı üzün rəngi niyə gedib? Balıq biraz psixoloji olaraq insanı yoran bir bürcdür. Yəni xanımlarından gedir söhbət, bu var onlarda. Amma balıq bürcü sevgidə bir balaca pis qəbul eləməsələm, qorxaqdır. Sevir, qəbullanır, amma özünə inamı yoxdur. Özünə inamı olsa, balıqdan gözəl sevən də yoxdur. Hətta, amma qısqancdılar mən bildiyimə görə. Qırğın eləyər. Bir balıq bürcü dostunuz var mı yaşa? Tanıdığım ətrafımda çox adamlar var. Balıqlar çoxdur, əkizlər çoxdur, qız bürcləri çoxdur. İnanın ki mənə, balıq bürcü sizi eyni əvizə də qısqanar. Ay Allah. Elə bir bürcdür. Niyə? O var da bu xarakterika var. Balıq eyni əvizə də qısqanar sizi. Balıq var burada. Balıq, aha. Ay Allah, 2 dənə balıq buradadır. Var.
Hə, deməli eynəyə qısqanar hətta o dərəcədə. O dərəcədə. Təsdiqləyirsiniz, fidan təsdiqləyirsən, qısqancsan. Vəsə qısqancsan. Ay amma. Balıqların o sakit duruşunun altında bir dənə aslan yatır da, yəni indi. Məncə balıqlar belə hafifə, həmişə balıqları belə bilsən necə Orxan təsvir edirlər. Ay sakit, yazıq, fağır yox. Çox ağıllı. Dostluqda güclü siyasətçidir. Çox ağıllı bürclərdir. Balıqları mənə elə gəlir astrologiya çox belə hafifə alır. Yox. Amma mənə elə gəlir 12 bürcün arasında bəlkə də ən ağıllısı, mən deyərdim balıqdır. Ən taktiki və siyasətçili qızdır. Ən safı əkizlərdir. Evet. Ən ağzı zay amma ürəyi təmizi şirdir. Sonra ən çapqını məncə buğadır. Buğa, Ən belə hər şeyi tənqid, özünə tənqid kimi qəbul edən mənə elə gəlir dolçadır. Of. Dolçaya gəldik. Of. Mənim anam da dolçadır. Mənim anam da dolçadır. Analarımız Dolçadır. dolçalar dinləyin. Mən sizə bir söz deyim. İndi mama bəlkə görəcəkdir. Bu veriş olsa görəcək, amma yoxdur deyək. Aha. Dolça da necədir? Baxın. Səhər saat 8 yuxudan durma rejimi. Yəni ki, bu yaxşılığa da. Sən niyə vaxtında durmursan, niyə paltarını ora atmısan? Okey, yeməyi yedin, oturdun. Dolçada ümumiyyətlə nə içmək var? Bütün dolçalardan gedir. 2 il ondan qabaq filankə sənə filan şey, 2 ilin vaxtıdır. Üstündən onun artıq bir əsir keçibdir. Canım anam dinləyirsən. Valla, amma dolça qədər ailəsinə can yandırıcı bir insan da yoxdur da. Ən gözəl analar mənim dünyamda şəxsən. Ən gözəl analardan biri dolça bürclərindən olur. Çox gözəl anadılar. Çox kövrək insanlar da var. Məsələn, siz dolça ilə danışın, bir balaca xətrinə dəyin. Getdi. Sizdən küsəcək 15 dəqiqə. Amma dolçanın bir xüsusiyyəti var da, nəysə alıb onu əlində hədiyyə gətirməsə barışası deyil. Gözləyir, umur. Özü alır, deyir çox sağ ol, yəni əziz oldu, xoş oldu. Sonra bax, neçə almışam bunu? Bu almışam da, neysə neçə almışam bunu? Hədiyyə də qəbul elə onu. Analarımız dolçadır, nə gözəl. Dolçalar möhtəşəm anadılar. Çətin insandır var amma da. Biraz xarakterləri necə elə bilirlər? Məncə dolçaların dediklərini eləməliyik kimi. Yəni sırf mən deyən olmalı. Hə, mən deyən olsun, çünki mən bilirəm ki, bu daha yaxşıdır. Və bəzən sənə deyim Orxan, əslində onlar düz çıxırlar. Onların mən həmişə deyirəm ki, dolça astrologiya da müdrik bir insordur da. Yəni dolçanın sözünə qulaq asan insan heç vaxt ziyan tapmır həyatda. Aynen. Və özdə belə bir xüsusiyyəti də var dolçanın. Hər zaman xəyanət görən bir tərəfdir. Həyat yoldaşlarından, sevgililərindən, dostlarından hər zaman xəyanət görən bir tərəfdir. Yəni dolçanın necə deyirlər o lor dildə əlinin duzu yoxdur. Elədir. Hə, elə. Can yandırır. Bəlkə deyirəm, dolçalar biraz sırf həmişə xəyanət görürlər və həmişə nəsə olur. Çünki ona görədir ki, həmişə nəsə çalışırlar, irad bildirsinlər və bir çox bürclərə irad bildirəndə soyuyur o bürclər. Tamamilə haqlısınız, amma dolçanın bir pis tərəfi də var, onu da mən deyim burada. Dolça o qədər yaxşılıq etməyə bacaran bir bürcdür ki, hər kəsə hər şey edir, özünə nəsə qalmır da, yəni çatdıra bilmir. İstər maddi, istər mənəvi. İnsan dar gün arxaya bir pul atar və yaxud da nəyisə fikirə. Dolça get yanında oturub səndən ağlayacaq. Soruşmayacaq, sən niyə ağlayırsan? Bəlkə, nə bilim, elə-belə ağlayırsan, göz və yaxud da nəyisə düşüb ağlayırsan. Oturub səndən ağlayacaq. Özü onları manipulyasiya eləmək çox asandır. Dolçalar. 30 saniyə. 30 saniyə dəsmalı götür, ağla, nə istəyirsən elə. 30 saniyə. İnanın mənə. Hətta. Yaxşı, əqrəb. Əqrəbdən nə deyərdim? Mənə görə zodiakın ən təhlükəli bürclərindən biri əqrəbdir. Siz bilirsiniz, mənim bütün paylaşımlarım... Amma ən gözəl insanları da əqrəbdir. Əqrəbdir. Mənim bütün paylaşımlarım çox əqrəbdir. Mənə sual verirlər ki, niyə ən çox əqrəbdən paylaşırsan? Yəni, bu sualı mən aydınlıq gətirim burada. Əqrəb çox möhtəşəm bir bürcdür. Amma əqrəb bürcündə olan insanlarla ümumiyyətlə hər zaman ehtiyatlı olmaq lazımdır. Gücünün keçmədiyi yerdə maddiyyatı keçir. Sən bilirəm bunun üstə. Yəni, əqrəbin necə əldə edə bilməyəcəyi bir şey yoxdur. Necə? Əqrəblər dəhşətli dərəcədə fikir vermir, unsurlar arasında ən oliqarx bir unsur sayılır. Maddi baxımından astrologiyada ən oliqarx bir unsur əqrəb sayılır. Əqrəbin bəyləri düşünmədən pulu xərcləyən və dağıdan insanlardır var. Düşünmədən. Və onlarda da nəysə elə bir enerji var ki, yenə də gəlir. Amma qadınları necə də əqrəb bürcündə olan insanların ən güclü jest etməyə bacaran insanlardır var. Yəni, çox gözəl dostlardılar. Məsəl üçün, mənim ən yaxın dostum bacım kimi.
Əqrəb bürcündəndir və o qədər fədakardılar ki, o qədər güvənirəm ki, misal üçün nə olsa bilirəm ki, güvənə bilərəm, rahat. Arxin ola bilər. Əqrəbin mən nə xüsusiyyətini sevirəm? Əqrəb çox sir saxlayan bir insandır, unsurdur. Əqrəbə bir sirri ver, səndən düşman da olsa sənə onu kiminsə sizin tərəfinizi verməz və yaxud da sizə zərbə də vurmaz. Amma Əqrəb bürcündə olan insanlarla mən həmişə deyirəm, münasibət quranda ehtiyatınızı gözləyin. Nə səbəbə? Məsələn, tutalım, xoşun gəldi, həyatıma saldın. Bir müddətdən sonra sən onun hissəyini öldün. Aha. Düşünmədiyin anda elə bir zərbə vurar ki, yəni o zərbədən sonra sən artıq ikinci dəfə həyata qarşı sevgin itir. Ən xoşbəxt günündə sən elə bir zərbə vurar ki, o Əqrəb bürcü. Sən yəni heç vaxt onu görə bilməzsən də. Əqrəb hər zaman ikili düşüncədə olan insandır. Üzü nə qədər gülür gülsün, nə qədər sədaqətli olur olsun, bir o qədər də ehtiyat edir səndən. Və Əqrəb bürcünün olan insanlar tez ünsiyyət qurursa, o insanı çox istəyir. Amma birindən gec ünsiyyət qurursa, o insandan ehtiyatını gözləyir. Kolay-kolay yəni yaxına buraxan adam deyil. Və Əqrəb bürcündə olan insanlara fikir vermisiniz, nəyə görə ən çox qara geyimi seçirlər? Fikir vermisiniz, Əqrəblər ən çox qara geyinir. Bu nəyə görə? Əqrəb, belə bir söz deyim, o karikatura baxımından zəhər gedir də. Əqrəblərin ən güclü enerji mənbəyi qaradır. Həm insanı manipulyasiya edə bilir, həm də onlarda çəkici bir şarm var. Ola bilərmi iç dünya, daxili dünyanı təsvir edirlər? Əqrəb bürcündə olan insanların ümumiyyətcə elə bir daxili dünyası var ki, yəni ondan mən başa aça bilmirəm. Tam səmimi deyim sizə. Məsələn, məndə bizdə əmi Əqrəbdir. Çox gözəl bir xarakterikası var. Amma bir anda elə bir təhlükəli olur ki, mən belə ondan ehtiyatımı gözləyirəm. Orxan, balıqlar bürcü istər kişisi, istər qadını hansı bürclə maksimal uyumludur ki, münasibət başlasın, sevgi yaşasın və güvənsin? Dolça. Dolça ilə. Mən həmişə deyirəm, balığın xarakterikası dolçada, dolçanın xarakterikası balıqdadır. Eynidirlər. Əslində mən də elə düşünürəm. Hə, balıqlarla dolçalar çox eyni insanlara bənzəyir. Onlar bir-birinə sırf bir-biri üçün yaradılış bir bürcüdür. Balıqla dolçanın demək olar ki, xarakterikasının zövqləri %80% eynidir. Demək ki, balığın sevdiyi insan dolça olarsa münasibət uzun dönəmlidir. Mükəmməl olar. Bəs balıqlar hansı bürclə yola qəti gedə bilməz? Qoçla. Qoçla. Mümkün deyil. Çünki ikisi də demək olar qoçdur. İkisi demək olar qoçdur. Bir-birinin sözü boğazlarından keçməz. Hətta. Yəni qırarlar da bir-birlərini, dalaşarlar, döyərlər, öldürərlər bir-birlərini. Mümkün deyil. Bəs buğanın sevgisi kimdədir? Buğanın sevgisi həm qoçdadır, həm də şirdədir. Yəni 3 dənə lider bürc xarakterikası var, güc baxımından. Buğa, şir, qoç. Məncə buğa ilə ən gözəl yola gedən bürc qoçdur. Çünki bunlar eyni insandırlar. Xarakterika baxımından buğa ilə qoç elə bir-birlərinin tam oxşarıdır, eyni. Ekizlər kimidir. Ay sağ. Yəni eyni bir insandırlar onlar. Yaxşı, bəs dolça ilə soruşdum, dolça ilə də balıqlar bir-birinə uyurlar. Oxatanla kim yola gedir? Çətin bir şey. Oxatanla əslində, mən bunu demək istəmirəm, amma məcburam deyim. Oxatanla ən gözəl yola gedən bir ekizlərdir, bir də oğlaq vardır. Oğlaqlar. %70 ekizlər, %90 oğlaq bürcündən. Oxatan bürcü eyni insandır. Dəliliyi də eynidir, düşüncə tempi də eynidir, zövqü də eynidir. Oğlaqlar soyuq deyilmi daha çox çılğın oxatanlara baxımından? İnanın ki mənə, onlar ki bir yerə ikisi düşdüsə, bir-birlərinin zövqünü götürürlər bir-birlərindən. Alınacaq. Alınacaq, 100% alınacaq. Yaxşı, qız bürcünün ən uyumlusu? Qızın xarakterika yüksələni də ikizlərdir. Mən həmişə deyirəm ki, qız bürcündə olan bir ünsur ya xərçəklə sevgili olsun, ya ikizlər bürcündən sevgili olsun. Çünki qız bürcü o qədər dəlil olur bir insandır ki, unsurdur ki, o ikizlər bürcünə eyni xarakterikanı tutacaq. Sevgi baxımından da o qədər mükəmməl sevdir ki, xərçəngimi ona yaraşdırıram. Hə, tərəzi bəs? Astrologiyanın qurucusu. Tərəzilər xarakterika baxımından eyni oğlaqlar kimidir. Və bir balacada da tərəzi bürcündə olan insanların ekizlərə oxşarlığı var. Çox oxşarlığı var, çox oxşarlığı var. Ekizlərlə oğlaqlarla münasibət qurursa əgər tərəzilər, bunu mən özüm də canlı şahidi olmuşam, peşmançılıq olmur burada. Peşmançılıq olur. Qəti şəkildə olmur. Xərçəng dedin ki, daha çox kimlə uyumluydu? Xərçəng əqrəblə. Əqrəblə daha çox uyumluydu və qız bürcü ilə daha çox uyumluydu. Şir kimlə uyumluydu? Yazıqca. Şir, bayaq dediyim kimi, lider bir insan olduğu üçün dəlililikdə, doluluqda, əyləncədə qız, amma
necə sizə bir söz deyim, laf güclü sevgi yaşamaq istəyirsə, qoç və buğa ideal onlar üçün. Əkizlərin özü. Bayaq dedim, bilirəm, o biri tərəfdən gəlirəm. Əkizlərin özü kimdən sevgi yaşamaq istəyir? Yəni mən demirəm, bu uyumluluq olsun. Əkizlər kimdən xoşbəxtdir? Gəlin səmimi deyim də, öz adımdan deyim. Əkizlər hər zaman tərəzi ilə xoşbəxtdir. Tərəzi ilə. Amma sən bir fikir bildirim, Orxan. Astrologiyada sənin dediklərin çox bəyəndim. Amma astrologiya biraz fərqli düşüncədədir. Misal üçün, mən astrologiyanı araşdıranda hələ Amerikada qoç, şir, ox atan bir-biri ilə çox gözəl yola gedirlər. Misal üçün, qız bürcü ilə əkizlər ziddi gəlir. Qız bürcü ilə şir ziddi gəlir. Daha sonra qızla ox atan zid gəlir. Sonra əkizlərlə qız zid gəlir. Buğa ilə dolça zid gəlir. Siz demək istəyirsiniz nəyə görə orada fərqli və bizdə fərqlidir? Yox, demək istəyirəm ki, ola bilərmi ki, misal üçün, mənim tanıdığım o qədər insan var ki, mən çox illər ömür boyu deyirdim ki, mən qız bürcləri ilə yola gedə bilmərəm, qadınları ilə. Ümumiyyətlə, xarakter baxımından tam ziddik. Misal üçün, qızlar belə çox taktikidir, sakit, düşüncəli və addımını nə vaxt, necə atmalıdır, daha öncə düşünəcəklər. Şir bürcləri isə o belə deyir, üzdədir. Və şirin qız haqqında sevmədiyi odur ki, niyə axı olduğun kimi göstərmirsən özü? Əslində düşüncələrini deyir ki, bu dəqiqə partla, amma sən o an çox rahat idarə edirsən durumu ki, sonra hər şey sənə tərəf olsun. Qız bürcüdə şir bürcünə gizidi gedir ki, yəni sən niyə belə həmən sözü deyirsən ki, yəni biraz düşüncəli ol, biraz ağıllı ol. Bu mövzuda şirlə qız astrologiyada ümumiyyətlə düşmən bürcülər hesab olunublar. Əkizlərlə, misal üçün, elə əkizlərlə ən çox uyumlu astrologiyada, misal üçün, şir bürcü gəlib, ən çox uyumlu qoç bürcü gəlib, ən çox uyumlu, nə bilim, tərəzi gəlib. O ki, dəli dolular var ha, o dəli dolular daha çox, çünki əkizlər əyləncəli adamlar. Misal üçün, sənin özün, bu dəqiqə düşək bir ortama, gəldiyin andan etibarən biz danışırıq, biz dayanmırıq. Əyləncəlisən, nə bilim, bu fikirlərimi bildirirsən, həm söhbətliyin çox gözəldir, amma qızda o yoxdur. Yox, qızda biz necədir? Baxın, həmişə mən deyirəm ki, mən bir yaxın dostum var, qız şir bürcüdür, yoldaşı qız bürcüdür. Yoldaşı şirin sözlə qulaq asmayana ziyan tapır. Deyir, bunu belə eləmədi. Mən sənə demişdim axı. Bax, məsəl üçün, keçən dəfə oturublar, deyir yoldaşına ki, bəs şir bürcüdür xanımda da dostumuz, deyir, bəs falan şey falan oldu. O da ona deyir ki, ay Mehman, bunu etmə. Gedir, edir, sonra deyir ki, yox, sən düz deyirsən. Deyir, mən axı şir bürcüyəm, mən onu, sən deyir, düşünürsən, mən deyir, sən düşüncəndən qabaq onu düşünürəm, analiz edirəm. Ona görə də qız bürcü şirin sözünə qulaq asmayanda peşman olur. Mən onlara məsləhət görəm, qulaq assınlar. Düşmən bürcülər kimdirlər? Düşmən bürcülər kimdirlər? Öz adımdan deyim birincisi. Birinci özünün təklif. Məsələn, mən qoşuna düşmənəm. Qoçla düşmənəm də. Məsələn, mən də qoçla dostam. İnanın mən. Amma biz yenə dostuq. O nətər olur o belə treugolnik. Deyim də sizə. Mən el olub iş görüşməsində öz işimlə bağlı, modeli ilə bağlı bir süfrə arxasında oturmuşuq. İş gördüyüm insan bilməmişəm bu qoçu. Yemək yemişik, demişik, gülmüşük. Ağrı qayıtmışam ki, siz nə böyük deyib qoç. Salamatda. Sağ olun. Demişəm mükəmməl insansınız. Mən eləyəm qız bürcləri ilə. Deyirəm, bax biz necədir? Bəzən həmişə deyirəm, biz bürcü deyirik. Əslində çox da indi laf bürclə də idarə olunmaq düz deyil. %50 belə, 50 belə. Məsələn, insan var ki, bir-birinə o qədər sevgiləri, retroları, enerji uyumları tutur ki, artıq onların bürcləri düşür arxa plana. Yəni, onlar artıq idarə edən onların sevgi enerjiləridir. Amma bir-birlərini tanıdıqdan sonra o enerji bitir. Başlayır onların xarakterik analizi. Xarakterik analizində də bürclərin ucu aktuallığı çıxır ortaya. Ondan sonra onlar bir yerdə qalacaqmı, bir yerdə qalmayacaqmı, onlar artıq Allah bilir. Amma mən həmişə deyirəm ki, həyatınızda birini salmırsınızsa, həqiqətən, öz xarakterikinizdə olan birini sürü salın. Nəyə görə? Çünki hər gün dava eləmək yaxşıdır, yoxsa hər gün xoş söz eşitmək yaxşıdır? Ay, təbii ki, hər gün xoş söz, əlbəttə. Belə bir misal var, bilirsiniz, bir şair var idi, adı yadımdan çıxıb, deyir, mənim yoldaşım evlənməmişdən qabaqda sevdiyi qadın deyir, bir məclisdə mənə diqqət yetirmədi. O da buğa bürcü olub. Ona sual verirlər ki, niyə? Deyir, bəzən diqqət yetirməmək də ən böyük sevgidir. Hər insan onu anlaya bilmir.
Sən bir insana diqqət baxmırsan da bir ortamda, ümumiyyətcə o insana baxmırsan, amma onu sevirsən. Onun özü də bir sevgidir. Yəni çox insan bizdə sevgi analizi başqadır. Məsələn, həmişə dediyim bir söz var, toxunmadan sevmək yaxından əldə etməkdir. Yəni bu varsa mükəmməl bir sevgi yaranır burada. Nə gözəl. Bax, Orxan, sən həm də modelsən. Düzdür? Biraz bu haqda indi danışaq. Modellikdə Nə vaxtdan başlamısan, haralarda olmusan, fikrin olubmu ki, böyük bir brendlərlə çalışmısanmı və ya çalışmaq istəyirsənmi və mən bildiyimə görə bir dənə layihən də gəlir. gəlir inşallah. Mən 18 ildir sırf professional model kimi çalışıram, top model kimi. Həm də Black Model Akademiyası rəhbəriyəm. Gözəl. Mən baxdım o videosuna. Ha, Orada uşaqlar treyn olunur. Bəli, bəli. 2019-cu ildə də Miss Angel model yarışması keçirmişdim. Azərbaycanda çox gözəl də oldu bu. Mən Türkiyədə belə yarışlarda olmuşam. Bir çox xarici ölkələrdə yarışlarda olmuşam. Best Model'da belə olmuşam. Yəni yerləri də tutmuşam. Sadəcə artıq elə şeylər gördüm ki, öz modeli fəaliyyətimi stoplatdırdım. Niyə? Nə gördün? Valla, bilirsiniz, əslində bu sözləri mən deməmişəm heç yerdə. İndi siz, necə deyim, show biznes içindəsiniz də bilirsiniz məndən yaxşı. Baxın, elə bir insanlar gəlir, birinci olur ki, yəni məntiq var. Məsələn, mənim boyum 1.95-dir. Bu dünyada təsdiq olunub ki, modelliyə 1.83-dən, 1.85-dən olanlar dünya yarışmalarına çıxa bilər. Məsələn, sənin boyun 1.75-dirsə, məsələn, sənin boyun 1.60-dırsa, sənin o bədən quruluşun ona yol vermirsə, sən necə gedib birinci olursan? Bax, burada sual işarəsi yaranır. Mənim həmkarım ATV-də Zaur Nəboğlu rəngarəng verilişində dəvət eləmişdi bir modeli və yazıq Zaur çox əziyyət çəkdi. O xanıma başa salsın ki, sən neçə dənə insanlar arasından seçilib gəlib finala çıxmısan. Qız da deyir ki, 17 nəfər arasından. Bu da deyir ki, bildim, yaxşı. Zaur deyir, başa düşürməz, neçə insan arasından 17-liyə daxil olmuşsan? Deyirəm də 17. Axırda soruşur xanımdan ki, sən oxumusan, bəlkə Rus sektorunda oxumusan ki, mənim Azərbaycanca başa düşmürsən. Axırda qıza sual çatır. Və indi sənin sözünə istinad edirəm ki, sən deyirsən ki, bir çoxları heç ümumiyyətlə əlaqəsi yoxdur, sadəcə gəlirlər və necəsə olur seçilirlər. Bunu mu demək istəyirsən? Baxın, sizə bir söz deyim. Bu dəqiqə Azərbaycanda modellik fəaliyyəti göstərənlərin çoxu, müəllim statusu daşıyanların çoxuna mən dərs keçmişəm. Hətta. Bəli, dərs keçmişəm. Adlarını çəkməyəcəm. Belə bir söz deyim sizə. Modelli çox adam, məsəl üçün anlamı deyim, mən manikenəm. Maniken vitrində duran plasmasdır. Moda başqa bir sferadır, dizayner başqa biridir. Baxın, sizə bir sual verim. Bir model yarışmasında 30 qız, 30 oğlan olur. Bunlar yarışırlar. Bunlar birinci yarım finala çıxırlar. Nəydə yarışırlar? Yarışma nəydən ibarət? Baxın, 30 nəfər oğlandır, 30 nəfər qızdır. Oturub səhnədə, məsəl üçün, tanınmış aparıcı var, kosmetoloq var, hansısa brendin rəhbəri oturub və biz orada podiumda 3 ədəd paltar göstəririk. Və burada çimərlik paltarı da olur. Bilirsiniz, xaricdə best model çıxır, burada çimərlik paltarı da olur. Birinci, məsələn, o çimərlik paltarı geyim sayılmır, o bədən funksiyalarına baxılır. Məsələn, biz xarici səhnələrə, podiumlara çıxanda üzümüzdə saqqal olmamalıdır. Niyə? Çünki bəlkə şıram var, bəlkə burada çapıq var, ona baxılır, saqqal olmamalıdır. Amma Azərbaycanda model yarışmalarında hamı saqqallıdır. Yəni, belə bir şey dünya standartında yoxdur. Xarici bir dənə fashion weeklərə baxın, kimdə saqqal var? Heç birində yoxdur. Və orada artıq 3 geyimdə, məsəl üçün, sən klassik geyim necə daşıyırsan, sən sport geyim necə daşıyırsan, model, yenə deyirəm, gözəl olmamalıdır. Çəkiciliyi olmalıdır və ondan əlavə onun özünə aid bir şarmı, bir podium gəzişi olmalıdır. Məsəl üçün, mən professional xoreografam və bütün podiumu artıq 5 barmağım kimi bilirəm. Hardan getməyə lazımdır, hardan, bunun dərsini deyirəm. Mənim yanım uşaqları gətirirdi və o uşaq o qədər çətinlik çəkirdi ki, addım atmaqda. Yəni, mütür var ayağında problem. Mən onu 2 ayın içində dedim ki, xahiş edirəm, dərs proqramına qarışmayın. 2 ayın içində mən onu tam şəkildə gəzdirdim. Və mənim də bir ad çəkməyəcəm, bir yaxın dostum var, dedi, bəs mənim qızım sənin tanıdığın bir insanın model layihəsindədir. O ona bir çox şeyləri öyrətmir və ona bir dənə səhnə qura bilərsən. Bilirsiniz, bizdə də podiumda bir şovlar olur axırda. Məsəl üçün, biri gül qaldırır, biri rəqs edir. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, sən paltarınla bəyənmə almadınsa,
Gəzişi ilə bəyənmə olmadınsa, qurduğun şou ilə bəyənmə alasan. Aha. Millətə maraq yəni cəlb edəsən. Mən orada bir səhnə qurdum ona. O gəldi, yer tutdu orada. Hə, birinciliyə qədər getdi. O da soruşdu ki, bunu səni kino öyrədirsən, onu bilə bilməzsən axı. O da dedi, bəs o mənə dərs keçdi, Orxan da mənə dərs keçdi. Aygündür qızın adı da. Amma mənim tələbəm olmayıb, amma mən dərs keçməyəcəm ona. O getdi, yer tutdu. Sadəcə bizi necədir? Baxın, mən bu dəqiqə inanın səmimiyyətimə çağırırlar. Brend reklamlarda çağırırlar, kişi geyimlərində də çağırırlar. Deyirəm, mən gəlmirəm. Niyə? Nəyə görə gəlmirəm? Çünki sənətdən o qədər ilgəndirdilər ki bizi. O qədər ilgəndirdilər ki, modellikdən o qədər ilgəndim ki, inanın mən səmimiyyətimə artıq, yəni mən orada Instagramda modellik adımı belə silmişəm. Bir dənə öz şirkətimin adı qalıb orada, fəaliyyət göstərir. Onu da nə yalan deyim, fəaliyyətini dondurmuşdum. Aha. İndi yenidən artıq uşaqlar üçün bir layihəyə başlayıram. İnşallah siz də orada olacaqsınız. İnşallah. Bu arada jüri qismindəyəm. Bəli, əlbəttə jüri qismindəsiz. Uşaqlarınızı göndərim. Mütləq. Qoy seçim olunsun. Üzv olmalı. Necə olur o prosedur? İlk öncə indi Instagram hesabımızdan bizim paylaşım olacaq bu yaxında. Aha. Orada paylaşımı gördükdən sonra əlaqə nömrələrini uşaqların fotolarını atacaqlar. Ayaq razmerləri, boyları, çəkilərin hamısı yazılmalıdır və biz onları qeydə almalıyıq. Onu mənə deyərsən, mən də bölüşərəm ki, sənə gəlsin o uşaqlar ki, hansılar ki model olmaq istəyirlər və s. Hətta model olanda bu talent agency kimi də bir tövsiyələr verə bilərsən. Məsələn, filmdə çəkilmələri üçün, klipdə çəkilmələri üçün. Çünki ən o ekrana yatımlı simalar səndə olmuş olacaq, düzdürmü? Baxın, belə bir söz dediyim sizə, bayaq dediniz. Azərbaycanda bir çox insanlar model layihəsi edir. Model yarışmaları edir. İstər birinciliyi tutur, istər ikinciliyi tutur, düzdür. Tutandan sonra nə edirlər? Bana nə bir dənə deyə bilərsiniz ki, hansı kimi biz hansı bir dünya kanalına görmüşük. O bax o sualı mən istəyirdim soruşmaq ki, mən o xanımı gördüm o verilişdə və həqiqətən də mən bax elə özümdən birinci danışacağam ki, məsəl üçün biz elə adamla mən heç vaxt o modellik dilimi ala bilmərəm də, ayıb olar. Yəni boyuma görə, görünüşümə görə və proporsiyalarıma görə əlaqəsiz bir şey. Və mən bildiyimə görə modellər təbii olmalıdır. Təbii olmalıdır, estetik olmamalıdır. Bizdə üzr istəyirəm. Məsəl üçün yenə deyirəm, bu xanımların çoxu model olmaq üçün burun əməliyyatına qaçır. Baxın, xarici filmlərə. Xarici filmlərdə, istər başqa bir dövlətin modellərində estetik rəqq görərsiniz. Məsələn, adamları deyir, bunun üzündə əyrilik var. Niyə bunu artıq başa sala bilmirsən ki, ona gözəllik verən odur. Dünya rejissorları da elə bir insanlar axtarırlar. Təbii və öz üzlərinin bir qəribə, yəni fərqlənən simalar axtarırlar. Çünki indi artıq hamı estetikdir. Mən daxil estetikik. Yəni amma lap getsək lap top modellərə, hansılar ki artıq illərlə həyatını modelliyə sərf ediblər və indi ulduzdular. Bella Hadid, Gigi Hadid. Bunlarda misal üçün maksimal dərəcədə estetika var bu dəqiqə. Amma yəqin ki artıq oturuşublar. Artıq yaş keçdikdən sonra lazım olur axı. Axı insanın yaş da önəmlidir. Modelin də gözəlliyi bir yerə qədərdir. Bayaq çox qəşəng dedin ki, bu birinciliyi olandan sonra nə olur? Çox maraqlıdır. Bu həngamə, bu birinciyəm, bu postlar, bu təbriklər, qürur, tac. Sonra nə olur? Valla mən sizə bir söz deyim. Mən ad çəkməyəcəm. Mən adamlar tanıyıram ki, model layihəsində birinci işləyib. Üzrsən birinci olub layihədə, yəni tanınıb da. Ya bu dəqiqə biri taksi işləyir, öz halal zəhmətindən qazanır. Ya bu dəqiqə biri nə bilim nələr edir. Nə danışırsın? Valla inan sən. Necə yəni model birinciliyi, modelliyi qazanıb və indi sürücü işləyir taksidə. Hansı bir brend çağırır? Birinci olub model layihə. Hansı xanımlarımız ya üzr istəyirəm, indi bəlkə də qınaq eləyəcəklər, qoy eləsinlər. Ya gedib hansısa bir, nə bilim, reklama çəkiləcək və yaxud hansısa bir elə belə bir butikdə, ya gəlinlikdə, ya meykap çəkişi. Meykap çəkişinə getmək, gəlinlik paltarında çəkiş eləmək, o sən dünya modeli anlamına gəlmir. Bu sadəcə bir reklam xarakteri qazanır. Sizin bir səhər şirkətiniz var, məsələn deyirəm, saat şirkətiniz, mən gəlirəm onu reklam edirəm və gedirəm. Dünya brendləri var da. Geydiyimiz markalar bizim, markalar var bizim, Gucci olsun və yaxud da başqa bir marka var. Hansı bizim, mənə bir dənə göstərin də. Görmürsünüz, mən görməmişəm. Mən modeləm, mən şəxsən görməmişəm. Bu mənim özümə də aiddir. Yaxşı, bax, təklif gəlsə, Orxan, ki bu təklifin gəlməsi üçün də o Lori dillə desək, probitsi olmaq lazımdır da, keçişmək lazımdır o tərəfə. Heç olurmu ki, göndərəsən özü, çünki sənin görünüşün tam o model, yəni xaricdə mən görürəm də, mən Amerikada yaşayanda və s. İtaliyada yaşayanda, Britaniyada yaşayanda mən görmüşəm modellər necə görünürlər. Yəni o bizdə indi görürəm o
müxtəlif ölkələrdədir. Bu tək bizdə deyil. Oğlanlar gedirlər idman zalına və boyda özlərini steroidlə də O model deyil. O və özünü model kimi dartır o balaca XS köynəyi də keçirdir el bədəninə, qalır belə köynək orada mayka kimi. Bu gözəl görünüş göstərmir. Boy çox önəmli olur bir model üçün. Məncə model üçün ən önəmlisi elə boydur. Daşımaq üçün, o vahiməni yaratmaq üçün. Üz quruluşu, baxış, o gözlərlə işləmək və modelin bədəni üzrdən sıx əzələ olmalıdır, təmiz əzələ. Haysa, yəni o belə qatqılar Yox, qəti şəkildə. Məsəl üçün, baxın, bizdə modellik səhv salıblar. İtalyan modellərinə baxın bəylərinə. İstər fransız, istər Amerika. Normal, yəni adi kişi bədənidir. Adi kişi bədənidir. Məsəl üçün, bilirsiniz, dünyada ən çox gözəllik layihəsi birinci olan aktyor, İtalyan, Fransız aktyorudur, Alain Delon. Bəli, olubdur. Yəni, fikir verin bir dənə. Yəni, bizdə belə bir normativlər var. Deyir ki, modeləm, dar geyinirəm. Bu düşüncə olmamalıdır. Dar geyinmək deyiləm, podiumda bir şey yoxdur. Sənin üz quruluşunla sən kamera qarşısında işləyə bilmirsənsə, məsələn, Braziliyalı bir modeli var, adını unutmuşam. Saçı yoxdur, keçəldir. Amma 3 dəfə birinciliyi var. Geyimi o qədər gözəl daşıyır gözlərində, o qədər səhnəyə çıxanda bütün insanların qazanır da, necə deyim, favorisini. Və artıq, baxın, adi belə bir misal çəkim. Hansı bir mağazaya gedək bu dəqiqə, o mağazında elə bir gözəl görünüşlü xanımlar, bəylər işləyir ki, inanın səmimiyyətən, bu dəqiqə onlar model yarışmasına girsə, dünya birincisi olarlar. Mən özüm şəxsən görmüşəm, marketlərdə olsun, hansı bir mağazinlərdə olsun, xanımlar, bəylər işləyir. Baxırsan ki, Allah qələmlə çəkib bunu. Məsəl üçün, hansı bir yarışa salsalar, o var, bəlkə inan dünya birincisi olarlar. Hətta. O dərəcədə. Yəni bizim, mən həmişə deyirəm ki, istər pisindən, yaxşısından qələbəni qazanmaq istəyirsəniz, mən həmişə deyirəm ki, Azərbaycanda qazanaq o qələbəni ki, Azərbaycanda, sırf Azərbaycanda olsun da. Bax, bu dəqiqə Azərbaycanda gənclərə çox böyük bir dəstək var. İş baxımından olsun, başqa bir şey baxımından olsun. Bax, Orxan, sənə bir sual verim. Əgər biz deyək ki, mən də sənə bu mövzuda dəstək çıxsam, biz deyək ki, modellər seçsək, ki, bunda mən mütəxəssis deyiləm, ən pis model mən olaram. Bax, deyək ki, modelləri seçsək, deyək ki, bir kastinq elədik, deyək ki, ən gözəlləri gəldi, ən təbiiləri, ən gözəlləri və seçdin. 17-17-də düzdür, yoxsa neçə nəfər seçilir? O baxır layihəyə, hansı layihəni qızlar. Öyle bir 20 nəfər seçə bilərsən, 25 nəfər də. Və bunlar qalib oldu. Nə edəcəksən? Onlar qalib oldu, nə edəcəm? Birinci növbədə bir modelin tanınması üçün ona portfolyo lazımdır. Portfolyoda hər bir modelin 365 dənə professional şəklidir. 365 professional olmalıdır. Instagram üzəri sport geyimində olmalıdır, çiməri geyimində olmalıdır, klassik geyimində olmalıdır. Hansısa bir başqa bir geyimdə olmalıdır. Mən məsələn markayam, bir butik sahibiyəm. Mən açıram Orxan bəyin, məsələn mənim öz şirkətimə baxıram ki, Orxan bəyin modellərinə kimi işə götürə bilərəm reklam üçün. Baxıram onun portfolyo, nə gözəl şəkilləri var, necə gözəl durur orada. Artıq reklamda bu. Amma bilirsən də, indi böyük brendlər tanınmışlarla daha çox işləyir model əvəzinə. Nəinki... Bu Azərbaycanda belədir. Bu Azərbaycanda belədir. Çünki mən, misal üçün, mahnı müğənni ilə işləyirlər, nə bilim, brendlər işləyirlər, hətta aktyorlarla ola bilər. Ən pis halda aktyorlarla işləyirlər, amma daha çox müğənnidir reklam eləyən. Baxın, blogerlərdir. Düzdür, baxın Nigar xanım, bir söz deyim sizə. Bir şeyə çox baxanda ondan yorulursunuzsa, düzdür? Tam sən bezirəm. Bezirsiniz. Amma sıfırdan bir insanı tanıtmaq, necə bilirsiniz? Maraq gətirir də düzdür. Və hər kəsin buna marağı olur. Məncə də. Kimdir ki bu gəldi? Kimdir ki bu gəldi? Bax, sən deyək ki, seçdin də Orxan. Seçəndən sonra sən bu adamın tanıtımı üçün... Hər şey deyərəm mən onun tanıtımı üçün. Portfolyosundan tutmuş, xarici yarışlarına qədər hər bir şey eləyərsən. Əlbəttə eləyərəm. Və bu layihən yaxında yaxınlaşır. İnşallah yaxınlaşır. Uşaqlarla da, yoxsa böyüklərlə? Böyüklər üçün olmayacaq hələ ki, uşaqlar üçün olacaq. 8-15 yaş arası. 8-15 yaş arasında uşaqlar müraciət eləyəcəklər. Bəli, 8-15 yaş arasında. Onların tanıtımında mən də rol alacağım inşallah. Və mən bir şey də qeyd edeyim ki, burada Allah bütün balacalarımızı qorusun. Burada mən nitq qüsurlu uşaqları da seçəcəm. Onlara da, çünki mən böyük arzum edir ki, bu nitq qüsurlu olan bizim balaca balalarımızda da üçün nə isə eləmək lazımdır. Məncə də. Çünki bax, xaricdə belə bir layihə vardı mən gördüyüm qədərinə.
autizm xəstələri üçün uşaqlar arasında bir kasting keçirilirdi və onlar indi bu dəqiqə tanınan modellərdilər. Siz bilirsiniz də, autizm xəstələrində olan uşaqların pis hormonları olmur. Onlarda sırf yaxşılığa doğru hər şey. Onlarda qəti şəkildə pis hormonları yoxdur. O əslində bir xəstəlik deyil, Allahın bir möcüzəsidir. Hətta. Bəli. Hətta. Orxan, gələk sənin şəxsi həyatına. Neçə yaşın var? Əkizlər bürcüsən. Həyatında biri varmı? Çünki bu qızlara çox maraqlıdır. Bu sualdan qaçmaq yoxdur da. Yoxdur, sualdan qaçmırsan. 34 yaşım olur mayda. Ay maşallah. May 28. Həmən hiss eləmək olar ki, model deyə. Çünki vermərsən o yaşı. Aha. 34 yaşım olur. Həyatımda biri varmı? Bax, izləyəcək ya indi. Varsa deməsəm, bir. Yuxarı baxırsan, bığ aşağı baxırsan, saqqal deginə. Var sevgilin? Qapı açıq deyil, gələrəm. Varmı biri? Var. Və nə bürcüdür o? Onu deməsəm olmaz. Yox, bax, bunu deməsəm fikirləşəcək ki, neçədə nədirsə, bürcü deyən kimi tanıyar. Həyatımda olan insan tərəzi bürcüdür. Tərəzi bürcüdür. Amma hal-hazırda danışmırıq. Niyə? Neynəmisən? Əkizlər sənsən, sən nəsə eləmisən? Baxın, bilirsiniz necədir? Əkizlər qulağından sevən bir insandır. Amma ürəkləri qırılanda bir cümləyə xoşbəxt edən insandır. Amma tərəzidə tərs. Məsələn, mənim küsməyim bir həftədir. Bir həftədir siz danışmırsınız. Bir həftədir, hə. Aha. Amma belə Bax, gəl açıq danış da, nala muxa vurma. Bir dənə denən nəyə görə dalaşmır? Mənim, onun, bizim, onların. Yox. De görüm siz nəyə görə dalaşdınız? Qısqanclıq. Kim qısqandı? Qarşı tərəf. Qarşı tərəf səni qısqandı. Kimə qısqandı? Sosial şəbəkədə aktiv olan bir insanım. Ay, sağ ol. Hə. Mən başa sala bilmirəm ki, yəni nə qədər qadın olur olsun, nə qədər kim olur olsun, əgər mən birini sevirəmsə, mənim gözümə sevdiyim başqasından kördür. Yox da, indi burada biraz biz rəndələyək. Deməli, o qız, sosial şəbəkədəki qız sənə yazıbmı? Belə bir söz deyim, samimi olum da. Sən qəbahiyyəti biraz çox ağırdır, yaman içir o sudan, danışa bilmirəm. Ya, belə bir söz deyim də, münasibətin gözü olmağı üçün birinci növbədə sosial şəbəkə olmamalıdır. Ay, sağ ol, gəlirik sənə. Sən onu saxla. Sənin sosial şəbəkən var, sənə qız yazıb, düzdürmü? Ay, sağ ol, gəlirik əsas suala. O sualdan qaçma. Sən o qıza cavab yazmısanmı? Yox. Yazmamısan? Həyatımda olan insana? Yox, o sənə sosial şəbəkədən yazır. Mən sosial şəbəkədə olmam. Mən açıq deyim də, dostluq baxımından, ünsiyyət baxımından mən hər insanla əlaqə saxlayıram. İndi sırf bu sizin dalaşdığınız mövzu var idi, o qız. Orada yazışmaq teması olmayıb. Nə olub bəs? Orada əslində başqa bir situasiya idi. Mən belə bir söz deyimsə, bu yaxın zamanlarda sevgililər günü olmuşdu, bilirsiniz. Mən həmin günü yox, mən ondan bir gün qabaq təbrikə getmişdim. Kimə? Başqa qıza? Yox. Öz sevgili və? Bir gün əvvəldən getmişdim. Bir gün əvvəldən getmişdim. Onun ucu qırğınları oldu. Ki, niyə bir gün əvvəldən? O da məcburiyyətdən oldu. Çünki toya getmişdim, yalan deməyim. O da deyir ki, sən məni arxa plana atırsan. Mən də izah edirəm ki, elə bir şeydir ki, yəni arxa planlıq deyil. Ya sən də özündən aparım, doktor, yəni inanmağın üçün. Yəni açıq deyimsə, görürəm orada sizin sualınızdan çıxış-qaçış yolu yoxdur. Ay, sağ buyur. Bizim davamız nədir? Bizim davamız odur ki, sən mənə çox diqqət yetirmirsən. Mən özünüz görürdə çox işləyirəm. Hədsiz dərəcədə çəkilişlərim olur. Hədsiz dərəcədə yorğun. Siz mənə də haqq verərsiniz bu barədə. Siz də işləyirsiniz, çəkilişlər çox olur. Eynən. Və evdə də olanda yorğun olursan. Və əkizlərin bir xüsusiyyəti var. Telefonu götürdü, necəsən? Məsələn, yemək yemisən, hardasa filan ki, sağ ol. Amma tərəzidə yoxdur axı. Tərəzi götürür, saat 1-də zəng edir. Səbir çatmır axı o qədər danışmağa. Deyirlər ki, yoruluram. Deyirsən məni sevmirsən. Deyirəm, yorulmaq sevməmək demək deyil. Mən bunu sənə başa salıram ki, yəni mən yorğunam. Mənim indi evdə anam var, mənim də atam var. Bunlar da mən vaxt ayırmalıyam. Bir dostumla da gəzməliyəm. Harasa bir getməliyəm, bir çay içməliyəm. Bu haqq verirsiniz mənə. O sevgili olma o demək deyil ki, bütün gün sevgili yanında olsun. Və deyirlər ki, siz kişilər biz qadınları arxa plana atırsınız. Və mən izah edirəm ki, bir kişinin bir qadına səhər-səhər xoş söz deməsi üçün o xanımda bəzi sözlərdən kişini zəhərləməməlidir. Amma mən dururam, davamı deyim. Necəsən? İndi yadıma düşmüşük də. Ay Allah. Yəni soruşuram da necəsən? Dı. Addım atıram, gənə dı gəlir. Və artıq burada
soyuma deməyək, incimə prosesləri başlayır. Qırılma nöqtələri. Qırılma nöqtələri başlayır və mən də ikizlər olaraq söz vermişəm ki, 3 dəfə ikizlər addım atırsa, bir dəfə tərəzi bürcü addım atsın. Amma heç düşünmüsənmi ki, Orxan, xanımın sənə ehtiyacı olduğu üçün. Amma sizdə də belə bir şey var ki, əgər xanım da indi çəkilsə kənara, dərs sözü almış olacaqsınız. Səmimi bir söz deyim sizə. Hə. Bilmirəm necə qəbul edərsiniz. Buyur. Mən məndən gedən addım atmıram. Atmırsan? Yox. Niyə? Əgər o məni istəyirsə, mənim yanımda olacaq. Çox qəddar deyilsən. Mən məndən gedən addım atmıram. Tərəzi bürcüdə getsə həyatından, boşluqda sən onu yenə axtaracaqsan. Yəni buradan ona nə deyərdin? Buradan ona deyərdim. Valla, əslində siz nə edəcəksiniz bilmirəm. Heç vaxt bir şey danışa deyildim. Əslində buradan ona nə deyərdim? Buradan ona deyərdim ki, əgər doğrudan da sevirsə, inanmalıdır. İnanırsa güvənməlidir. Sadəcə bir şey bilməyə daha gözəldir ki, bir şey bilməyə daha gözəldir ki, yəni məndən gedirsə, Orxan birini sevirsə, Orxanın iki gözü də qaranlıq bir nöqtədir. Sadəcə bir nəfəri görür. Ondan başqa desinəyə görür. Amma yazanlar var da sənə. Çox. Vay, burada belə, içdən belə bir haykırı var. Bu ağırdır hər qadın üçün belə bir şeyə dözmək. Amma Orxanın da öz izləyicilərinə bir hədiyyəsi var. Ona görə də rəylərdən Orxan özü seçəcək. Və bu gözəl, içində parfümdür. Bu gözəl parfümu həmin o bir nəfərə hədiyyə edəcək. Bürç parfümünü, bəli. Bürç parfümüdür. Mən onun adını indi açıqlamayacağam, hansı bürç parfümüdür. Siz yazacaqsınız rəylərinizdə və Orxan oradan seçim eləyəcək və seçimdə dəvət eləyəcəyi parfümu gəlib buradan, ofisdən götürəcəksiniz, çəkiliş studiyamızdan. Parfümümüz buradadır, biləsiniz. Bütün qonaqlarıma deyirəm, şantaj edirəm. Hədiyyə ilə gəlin izləyiciləriniz üçün. Ona görə də Orxan çox sağ ol ki, buradasan. Xoş oldu. Və sənin layihəni gözləyirəm. İnşallah o layihə səs salacaq və mən də o layihəyə əlimdən gələn hər türlü bir dəstəyi görəcəm ki, modellik nədir göstərək. İnşallah. Mən də minnətdaram dəvətiniz üçün və son olaraq deyə bilərəm ki, veriliş o qədər mükəmməldir ki, yəni insana o qədər gözəl manipulyasiya edə bilir. Demək istəmədiyim sözlərdə dedim. Всё, biləsən də qutardı. Qutardı Bu da. çəkilişdən sonra heç nə çıxartmırıq, heç nə rəndələmirik, olduğu kimi də veririk getsin. İnşallah layihəndə görüşənə dək. İnşallah başda olacaqsınız bizim layihəmizdə. Nə vaxt olacaq bu arada layihə? İnşallah may ayına düşünürəm artıq. May ayında. Yay ayına səs salırıq. İsti aylarda öz ad günü ərəfələrində düşünürəm. Çox gözəl olacaq və bunu da siz inşallah özünüz ilə inşallah təqdim edəcəksiniz və orada da bizim baş jüridə olacaqsınız. Biri var jüri, biri var baş jüri. Seçim kanalındakı ən çoxu sizə verəcək orada. Aynə gözəl və övladlarınızı hazırlayın. Gözəl şəkillərini, geyimlərini, onlara bir dəstək olun. Çünki Orxan həqiqətən də kids yarışmasını gətirir və düşünürəm olub belə, amma səs sala bilməyib. Amma mən də medianın dəstəyi ilə, özümün də əlimdən gələn dəstəyi ilə çalışacağam ki, hər türlü sırf bu layihə həqiqətən də hər yerə səs salsın. Çox sağ ol Orxan. İnşallah yaxında bizdən hələ səs çıxacaq. İnşallah. Görüşənə dək. Sağ olun.